Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər və həndəsəvərlər. Bu gün belə bir sualın həllinə baxacağıq. Bizə çevrənin 1/4 hissəsi və onun üzərində əks olunmuş məlumatlar verilmişdir. Bu məlumatlara əsasən çevrənin radiusunu tapmaq tələb olunur. Əvvəla şəkli daha aydın görmək üçün bir neçə xəttlər çəkək və yenidən nəzər yetirək. Bizə lazım olan xəttləri çəkdik və davam edək. Bu tərəf 16-dırsa, burada 16 olacaq. Bura mən x desəm, burada 9 desəm, biz nə görürük? Bu hissənin uzunluğunu, baxın bu hissənin uzunluğunu yazıram 16 plus x, 16 plus x. Burada da 9 var. Əgər mən bunların kvadratları cəmini toplasam, nə alınmış olar? Buradakı radius. Düzmü? Bu radiusdur, bu da radiusdur. İkisi də bir-birinə bərabərdir. Mən bura baxdığım zaman digər bir düzbucaqlı sücal görürəm. Bir tərəfi x, digər tərəfi isə 9 + 12-nin kvadratı, yəni 21-in kvadratı. 32x bərabərdir 104. X də bərabərdir 3,25-ə. X-i tapdıq, indi isə radius hesablayaq. Radius olacaq kök altında 3,25-in kvadratı üstə gəlinsin 9 + 12-nin kvadratı, yəni 21-in kvadratı. Bu da bərabərdir 21,25-ə.